Başqasını alçatmaqla özünü ucaldan insan əslində ucalmır. Deyimi Fazil psixoloq tərəfindən belə izah edilir. Heç ucalığı bir pilləkən kimi təsəvvür etmisinizmi? Bəziləri elə bilir ki, yanındakının pilləsini sındıranda özü bir pillə yuxarı qalxır. Amma psixologiya bizə başqa bir həqiqəti deyir. Başqasını aşağı çəkmək üçün sən də aşağı əyilməlisən. Çamura toxunmadan kimisə çamura itələyə bilməzsən. Əslində sən ucalmırsan. Sadəcə ətrafındakiləri kiçiltməklə özünü böyük hiss etmək illüziyasına qapılırsan. Bəs niyə bəzi insanlar buna ehtiyac duyur? Çünki daxirdəki o boşluq, o natamamlıq kompleksi qışqırır. Öz dəyərini başqasının dəyərsizliyi üzərində qurmaq, qum üzərində qala tikmək kimidir. İlk küləkdə o qala uçacaq. Çünki əsl ucalıq başqasına nisbətdə deyil, sənin dünənki özünə nisbətdə ölçülür. İndi gəlin bir anlıq səmimi olaq. Həyatınızda heç kimisə tənqid edərək özünüzü daha bilgili və ya üstün hiss etdiyiniz anlar olubmu? O an hiss etdiyiniz o saxta qürur əslində ruhunuzun bir fəryadıdır. Əsl güc yanındakını əzmək yox, onu da özünlə bərabər yuxarı çəkə bilməkdir. Unutmayın, günəş digər ulduzları söndürməklə parlamır. O sadəcə öz işığını saçır. Bəs siz? Sizin işığınız başqalarını qaraltmağa ehtiyac duyurmu? Rəyinizi mütləq bölüşün.